insanlar çoxu məni tanımır, amma işimi tanıyır. Fransada böyük bir sərgi olmuşdu Azərbaycanlı xanım rəssamın. Baxdım ki, onun da geyimi Anar Zakirli brendidir. Hər zaman əslində istəmişəm ki, mən yox, mənim işim danışsın. Və təbii ki, bu qısqanclıqlara da səbəb olur. Bunların öhdəsindən necə gəlirsiniz? Düşünürlər ki, məni ora kimsə deyib və yaxud da tapşırıb, işığına güvənən, başqasının parlamağından qorxmaz. Ən uğursuz anınız hansıdır və onun öhdəsindən necə gəlmisiniz? O hər zaman deyirdi ki, məsələn, mən sənə işləməyə icazə verməyəcəm. Bir çox mövzuda qarşı idi ki, getmə, lazım deyil, neynirsən, dəstək olmaq əvəzinə daha çox problem yaratması. Ona deyərdim ki, belə məyus oturmada hər şey yaxşı olacaq. Sən ürəyin istəyəcək hər bir şeyə çatırsan və çatacaqsan. Daha aydın. Hər həftənin cümə günü 20:00-da. Biznes TV-də.